Xeyir, xoş gördük hər biriniz növbəti video dərsimizdə. Biz bugün 4-cü sinif şagirdləri üçün dərslik səhifə 55, 56 və 57-ni işləyəcəyik. Gəlin vaxt itirmədən başlayaq tapşırıqların icrasına. 3 tapşırığına baxırıq. Müsahibəni oxuyun. Sizcə müxbir aşağıdakı cavabları almaq üçün müsahibinə hansı suallar verib, həmin sualları təxmin edin və müsahibəni tamamlayın. Qəhrəman Dilafruz ana. Dostlar, deməli, biz bugün qəhrəman Dilafruz ana haqqında öyrənəcəyik. Müsahibimiz 1-ci Qarabağ müharibəsində 6 il döyüşmüş və əsgərlərə tibbi yardım göstərmiş Dilafruz xanımdır. Deməli, müxbirin sualı. Özünüzü təqdim edin. Mən Hüseynova Dilafruz Nura qızı Ağdamda doğulmuşam. Tibb bacısı olaraq Gizir rütbəsində Azərbaycan ordusunda xidmət etmişəm. İndi müxbir sizcə ondan nə soruşur ki, o deyir ki, 1989-cu ildə ermənilər tez-tez kəndimizə hücum edirdilər. Gəlin, baxaq. Nümunədən istifadə edək. Deməli, baxın, birinci suala uyğundur. Necə oldu ki, döyüşə getdiniz? Və yaxud, nə baş verir ki, döyüşdə iştirak etdiniz? Necə oldu ki, döyüşdə iştirak etdiniz? Şəklində ola bilər. 1989-cu ildə ermənilər tez-tez kəndimizə hücuma keçirdilər. Bir gün eşitdim ki, qardaşlarım, qohumlarım döyüşə gedirlər. Mən də onlara qoşulmağa qərar verdim. Sonra ikincidə ailəm bir əvvəl etiraz etdi. Anam 4 körpəmi qoyub getməyimə razı deyildi. Dedim ki, vətənimizin dar günüdür, əsgərlərimizin köməyə ehtiyacı var. Yəni, burada soruşa bilər ki, sözsüz ki, ailəniz döyüşdə iştirak etməyinizə necə münasibət bildirdi? Və yaxud, baxın, yazır ki, ailəniz döyüşdə iştirak etməyinizə necə razılıq verdi? Və yaxud, ailəniz döyüşə getməyinizi necə qarşıladı? Davam edək, növbəti sualda qeyd olunur ki, 6 il döyüşmüşəm. Ağdamda Tərtər, Kəlbəcər, Şuşa döyüşlərində iştirak etmişəm. Azərbaycanın ilk könüllü özünü müdafiə dəstəsinin üzvü olmuşam. Baxın, sual olaraq qeyd olunur ki, neçə il döyüşdə olmuşsunuz, hansı döyüşlərdə iştirak etmişsiniz? Yanaşı olaraq deyə bilərik ki, elə olduğu kimi soruşa bilərik və yaxud da deyə bilərik ki, hansı rayonlarda döyüşdə olmuşsunuz, döyüş haqqında, döyüşdə iştirak etdiyiniz illər haqqında danışa bilərsiniz. Sonra müxbir sual verir ki, məsələn, döyüşdə hansı çətinliklərlə üzləşirdiniz? Deməli, müsahib qeyd edir ki, çətinliklər çox idi. Təkcə tibbi çantamın ağırlığı 40 kiloqram idi. Bununla bərabər silahımı da daşıyırdım. Həmişə əsgərlərlə çiyin-çiyinə gedirdim. Əsgər qardaşlarım mənə çox güvənir, onları xilas edəcəyimə inanırdılar. Məsələn, döyüşün hansı çətinlikləri var idi? Müharibənin hansı çətin tərəfləri var idi? Hansı çətinliklərlə qarşılaşmışsınız? Şəklində sual verə bilərik. Sonra, ən ağır günlərimdən biri Tərtərin Umudlu kəndində olub, həmin gün mühasirəyə düşmüşdük. Sözsüz ki, burada soruşacağıq ki, döyüşdə xatırladığınız ən ağır gün, ən çətin gün. Baxın, orada da qeyd olunur ki, döyüş vaxtı hansı çətinliklərlə üzləşirdiniz? Deyə bilərik ki, döyüşdə qarşılaşdığınız ən çətin vəziyyət və yaxud, belə deyək, heç vaxt unutmadığınız bir gün. Məsələn, müharibədən danışıldığı zaman ən çox nəyi xatırlayırsınız? Sizə çətin gələn gün. Hansı gün, nə zaman, belə deyək, döyüşlə bağlı hansı ağır, çətin, necə deyək, xatirələriniz var? Orada qeyd olunur ki, ən ağır günlərimdən biri Tərtərin Umudlu kəndində olub. Həmin gün mühasirəyə düşmüşdük. Düşmən Murovdağ yüksəkliyindən başımıza güllə yağdırırdı. Qarlı şaxtalı günlərlə adsız 2 ay mühasirədə qaldıq. Çətinliklə də olsa mühasirədən çıxa bildik. Təbii ki, bu döyüşün ən çətin və unudulmaz günüdür və ən çətin və ən unudulmaz gününüz. Məni Qarabağın Həcəri adlandırırlar. Deyirdim ki, mən öz adıma çağırın. Bu Gəcikdə Həcər kimi qadınlarımızın çox olduğu bilinsin. Sözsüz ki, burada da qeyd edə bilər ki, sizi hansı adla çağırırdılar? Sizi döyüş yoldaşlarınız necə çağırırdılar? Müsahibədən aldığımız məlumatlar əsasında Dilafruz ana haqqında informativ mətn yazın. İndi buradakı mətnləri siz öz sözlərinizlə yaza bilərsiniz. Həcər haqqında, niyə ona Həcər deyirdilər? Həcər 1860-cı 1914-cü ildə Azərbaycanın xalq qəhrəmanı Qaçaq Nəbinin həyat yoldaşı və silahdaşı olub. Tarixdə həqiqətən yaşamış insanlardır Qaçaq Nəbidə.
eyni zamanda Həcərdə. O qaçaq Nəbi ilə birlikdə əlinə silah götürüb 25 ildən artıq at belində qaçaq həyatı keçirmiş Azərbaycan kəndlilərinə, zülm edənlərə qarşı mübarizə aparmış. Xalq öz qəhrəman qızının igidliyini vəsf edən mahnılar qoşmuş. Qaçaq Nəbi dastanında ona xüsusi yer ayırmışdır. Qubadlı rayonunda Həcərin abidəsi qoyulmuşdur. Təbii ki, yəqin ki, siz Qaçaq Nəbi mahnısı haqqında öyrənmişsiniz. İnternetdən yazıb araşdıra bilərsiniz. Qaçaq Nəbi mahnısı yazın, çıxacaq. Burada, yəni Diləfruz ananı da Qaçaq Nəbinin yoldaşı Həcər xanıma bənzətməklərinin səbəbi odur ki, o da Həcər xanım kimi neynəmişdir? Əlində silah düşmənə qarşı vuruşmuş, döyüşmüşdür, əsgərlərimizə yardım etmişdir. Deməli, informativ mətn nümunəsi var mütləq vəsaitdə, amma özünü də izah eləyəcəm yanaşı olaraq, çünki olduğu kimi yazmaq doğru deyil. Mənim fikirlərimdən yola çıxaraq özünüz də fərqli fikirlərlə yaza bilərsiniz. Deməli, informativ mətn yazarkən müsahibəsində olan bütün informasiyanı deyil, yalnız vacib faktları seçib yazmaq lazımdır. Baxın, qeyd olunur. Hüseynova Diləfruz Nuru qızı Ağdamda doğulub, özü qeyd etmiş ki, Ağdamda doğulubdur. Azərbaycan ordusunda 6 il döyüşüb, eyni zamanda əsgərlərə tibbi yardım etmişdir. 1989-cu ildən başlayaraq Azərbaycan ilk könüllü özünü müdafiə dəstəsinin üzvü olub, Ağdam, Tərtər, Kəlbəcər, Şuşa döyüşlərində iştirak etmişdir. Ona igidliyinə görə Qarabağın Həcəri deyirlərmiş. Baxın, məsələn, yanaşı olaraq yaza bilərsiniz ki, Hüseynova Diləfruz Nuru qızı Ağdamda doğulmuşdur. Tibb bacısı olaraq gizir rütbəsində Azərbaycan ordusunda xidmət etmişdir. 1-ci Qarabağ müharibəsində 6 il döyüşmüş və əsgərlərə tibbi yardım göstərmişdir. 1989-cu ildə deməli ermənilər, məsələn, bu hissəni yazmaq ehtiyacı yox, sadəcə belə yaza bilər ki, 1989-cu ildən başlayaraq Azərbaycanın ilk könüllü özünü müdafiə dəstəsinin üzvü olmuşdur. Ağdam, Tərtər, Kəlbəcər, Şuşa döyüşlərində iştirak etmişdir. Sonra bu hissələri qeyd etmək olar. Məsələn, digər məlumatlar o qədər də məsələn informativ mətn üçün uyğun olmaya bilər. Sonda yaza bilərik ki, Qarabağın Həcəri onun igidliyinə, qəhrəmanlığına görə Qarabağın Həcəri adlandırıblar. Belə bu şəkildə indi biraz da siz fərqli yaza bilərsiniz. Keçən növbəti səhifəyə dərsimiz dil qaydalarda səhifə 56-da o əvəzliyi haqqında danışırıq. Ümumiyyətlə, işarə əvəzlikləri haqqında danışırıq. Deməli, gəlin başlayaq tapşırıqlara. Biraz mən bu tərəfə keçirdim. Başlayaq. Deməli, şəxs əvəzlikləri. Ümumiyyətlə, əvəzlik əsas nitq hissələrindən biridir. Funksiyası isə, vəzifəsi isə digər əsas nitq hissələrini əvəz etməkdir. Əvəzlik hətta özünü belə əvəz edir. Təbii ki, əsas nitq hissələrini. Əvəzliyin xüsusi özünə məxsus sualı yoxdur. Çünki funksiyası budur, əvəz edir. Şəxs əvəzlikləri. Mən, sən, o, biz, siz var burada? Yoxdur. Bir də onlar var. Yuxarı, təəccüblə, top, yaxın, oxu, irəli, sapsarı sözləri isə əvəzlik deyil. Yuxarı zərfdir, təəccüblə sifətdir, top isimdir, yaxın əvəzlikdir, üzr istəyirəm, zərfdir. Oxu feildir, irəli zərfdir, sapsarı sifətdir. Hardan bilirəm? Sual verirəm. Yuxarı, hara? Yuxarı. Sonra birinci cümlədəki fərqləndirilmiş sözə sual verin. İkinci cümlədə həmin sözü hansı sözlə əvəz edir? Həmin sözü hansı söz əvəz edir? Polad məsuliyyətli şagirddir. Belə şagirdlə valideyn də, müəllim də fəxridir. Baxın, burada Polad sözünü, belə sözü əvəz etmişdir. Belə şagirdlə, valideyn də, müəllim də fəxridir. Burada söhbət Poladdan gedir. Davam edək. Polad sözünü deməli yəni burada birinci cümlədə Polad məsuliyyətli şagirddir. Belə şagirdlə valideyn də, müəllim də fəxridir. Burada hansı sözü? Fərqləndirilmiş sözümüz məsuliyyətli sözüdür. Məsuliyyətli sözünü belə sözü əvəz etmişdir. Belə şagirdlə, yəni məsuliyyətli şagirdlə valideyn də, müəllim də fəxridir. Davam edək, işarə əvəzlikləri. Dilimizdə elə sözlər var ki, müxtəlif anlayışları, varlığı, əlaməti, hərəkətin tərzini işarə etmək üçün işlədir. İşarə əvəzliklərimiz o,
bu, elə, belə, həmin. O, bu, elə, belə, həmin. Uşaqlar bu şəkildə əzbərləyir. Ümumiyyətlə, dilinizi belə öyrədin. Bu son günlər məşhur olan videolar var, belə sürətli deyirlər sözləri, amma elə yox da. Çünki bu ardıcılıqla deyildiyi zaman daha yaxşı yadda qalır. O, bu, elə, belə, həmin. Dilimizdə elə çox işarə əvəzliyi yoxdur. Mümkün işarə əvəzliklərimiz bunlardır. Müxtəlif anlayışları, varlığı, əlaməti, hərəkətin tərzini işarə etmək üçün işlədilir. Kimsə də deyir ki, ay müəllim, axı o şəxsi əvəzliyidir. Bəli, o yerinə görə şəxsi əvəzliyi kimi işlənə bilir, yerinə görə işarə əvəzliyi kimi işlənə bilir. O, hansı kitab daha maraqlıdır? Bu, kim mənim qardaşımdır? Həmin, hansı ev təmir edildi? Həmin ev. Belə, necə? Belə dostdan inciməzlər. Necə danışçı sən eşidim? Elə danışçı. Cümlələrdə işarə əvəzliklərini müəyyən edin. Həmin jurnalı mən oxumuşam. Altından xətt çəkəcəksiniz sözsüz ki, həmin jurnalı. Hansı jurnalı? Həmin jurnalı. Eldar bu müsabiqənin qalibi olacaq. Hansı müsabiqənin? Bu müsabiqənin. Elə yatmış ki, ödə bilmədim. Necə yatmışdı ki? Elə. Belə tapşırıqlar çox asandır. Necə tapşırıqlar? Belə tapşırıqlar. Sən də belə oxuya bilərsən. Necə oxuya bilərsən? Belə. Elə sözlər ürəyimə yağ kimi yayılır. Necə sözlər? Elə sözlər. Bu çantanın içində heç nə yoxdur. Hansı çantanın? Bu çantanın. Mən belə baxanda narahat, mənə belə baxanda narahat oluram. Necə baxanda? Belə baxanda. Bunlar işarə əvəzliklərdir. Baxın, birinci cümlədə həmindən başqa mən əvəzliyi də var ki, şəxs əvəzliyidir. İkinci cümlədə bir dənə budur. Üçüncü cümlədə elə bir dənə elə əvəzliyidir. Dördüncü cümlədə də bir dənə belə əvəzliyi var. Beşinci cümlədə sən şəxs əvəzliyidir işlənib yanaşı olaraq. Təbii ki, bizdən işarə əvəzliklərini istəyir burada. Sonra 7-ci cümlədə bu çantanın içində heç nə yoxdur. Heç nə sözü. 8-ci cümlədə mənə sözü şəxs əvəzliyidir. Davam edək. Dialoqlarda işlənən o əvəzliyinə sual verin. Hansı cümlədə o şəxs əvəzliyi bildirən sözü əvəz edib? Şəxs əvəzliyi bildirən sözü əvəz etmək üçün kim sualına cavab verib cümlənin mübtədası olmalıdır. Rauf Gəncəyə getdi. O nə vaxt qayıdacaq? Bir də var ki, yaşıl top sənindir. O top mənim deyil. İndi sual veririk buradakı sözlərə. Kim Gəncəyə getdi? Baxın. Kim sualına cavab verən o əvəzliyi şəxs əvəzliyidir. Yaşıl top sənindir. O top mənim deyil. Hansı top? Hansı sualına cavab verən o isə olacaq işarə əvəzliyi. Yəni, Raufu əvəz edən, şəxsi əvəz edən o oldu şəxs əvəzliyi. Yaşıl sözünü əvəz edən o, hansı sualına cavab verən o oldu işarə əvəzliyi. Yazım yenidir. Uşaqlar deyirlər mənimə yazmırsınız, yazaq. Niyə yazmırıq? Sonra o əvəzliyi, sadəcə yazmağın bir problemi var ki, onda dərsi dinləmirlər. Baxırlar elə, mənim burada işarə yazdı, bunu yazaq, bunu yazaq. Dərs bitdi. 13 dəqiqəlıq dərsə 1 dəqiqə baxırıq, bitirdik, qutardı. Amma elə deyil axı, bu sadəcə köçürmək üçün deyil. Bu dərsi sən dinləməlisən, onu əsas anlayışları başa düşməlisən. Bizim səhifəmizdə çoxdur şəxs əvəzliklərlə bağlı videolar. 4-cü sinif icraları, qaydalar izah etmişik. Nə qədər videomuz var. Onları izləyə bilərsiniz, faydalana bilərsiniz sözün həqqi mənasında. Yəni, əmin olun ki, o videoları izlədikdən sonra mümkün deyil ki, sən bunu başa düşməyəsən. Bu mövzunu başa düşməyəsən. Sonra bunları bilmərik ki, o əvəzliyi, o sözü həm şəxs, həm də işarə əvəzliyi kimi işlənə bilər. Baxın, fərqləndirir. Görürsünüz, dəqiqə, buradakı o, görürsünüz, kim sualına cavab verən o oldu şəxs əvəzliyi. Hansı sualına cavab verən oldu o? İşarə əvəzliyi. İşarə, şəxs. Cümlələrdə o əvəzinə sual verin. Onların şəxs, yoxsa işarə əvəzliyi kimi işləndiyini müəyyən edin. Biz hədiyyə üçün o kəməri seçdik. İndi sual verirəm. Hansı kəməri? O kəməri. Nə olacaq? İşarə. Sualını da yazaq. Yoxsa eşitdik. Hansı? O. O qızımın idman müəllimidir. Kim? O. Şəxs. Şəxsi əvəz edib. Babam o ağacı keçən il əkib. Hansı ağacı? O ağac. İşarə. Parka girmək üçün o qapıdan keçin. Hansı qapıdan? O qapıdan. İşarə. Kitabı mənə o gətirdi. Kim? O. Şəxs.
O oğlan bizim binada yaşayır. Hansı oğlan? O oğlan. İşarə. Aşıq Ədalət o mahnını gözəl ifa etdi. Hansı mahnını? O mahnını. İşarə. İşarə etmək, göstərmək kimi düşün. O məşhur üzgüçü idi. Kim? O. Oldu şəxs əvəzliyi. Deyin görüm indi bu dərsi başa düşdünüz, yoxsa yox? Artıq işarə və şəxs əvəzliyini fərqləndirə bilərsiniz ya yox? Məncə fərqləndirə bilərsiniz. Əgər sual verməklə bağlı bir probleminiz yoxdursa, çətinliyiniz yoxdursa, onda asanlıqla şəxs və işarə əvəzliyini fərqləndirəcəksiniz. Ümumiyyətlə sözlərə sual vermək 4-cü sinifdə öyrədilmir. 1-ci sinifdən başlayaraq biz ad bildirən sözlərdən başlayırıq. Uşaqlarda sözlərə sual vermək vərdişini formalaşdırırıq. Yəni bu birbaşa 4-cü sinifdə formalaşdırılan bacarıq deyil. Baxırıq ümumiləşdirici tapşırıqlara, şeirdəki sifətləri müəyyən edin. Həmin sözlər sifətin hansı dərəcəsindədir? Baxaq, ey vətən, ana vətən, heyranam sana vətən. Dupduru göllərim var, yamyaşıl çöllərim var, dağların baş-başadır, düzlərin tamaşadır. Dərələrin dərindir, yaylaqların sərindir. Dupduru, yamyaşıl, dərindir, sərindir. Sözləri sifətdir. Necə dupduru, necə yamyaşıl, necə dərin, necə sərin. Həmin sözlər sifətin hansı dərəcəsindədir? Dupduru, çoxaltma, yamyaşıl, çoxaltma. Təbii ki, siz bunu yazıb qarşısına qeyd edəcəksiniz. Göstərək dupduru. Şeiri köçürürük. Deməli, şeirdəki sifətlərin altından xətt çəkirik. Sonra altdan yazırıq. Dupduru, çoxaltma. İstəyirsiniz, lap belə də yazın. Çoxaltma dərəcəsi. Əhməd Cəmilin şeiridir. Sonra növbəti sözü yazırsınız. Yamyaşıl, qoyub yenə yazırsınız. Çoxaltma dərəcəsi. Dərindir sözünü yazırsınız. Qabağından yazırsınız. Adi. Adi dərəcə. Sərindir sözünü yazırsınız. Qabağından yazırsınız. Adi dərəcə. Səhvləri düzəldirir, sözləri düzgün yazın. Mütləq. Problem yoxdur. Deməli, tünd yaşıl. Mən bunu yazmalıyam artıq. Çünki siz bunu görməlisiniz. Baxın, tünd yaşıl defislə yazılır. Tünd yaşıl. Kəmşirin birləşik yazılır. Dümdüz birləşik yazılır. Kimsə o gün yazmış ki, mənimlə çox gözəl xəttiniz var. İroniya ilə yazılmışdı biraz. Təbii ki, planşetdə yazmaq, telefonda yazmaq, dəftərin üstündə yazmaq kimi deyil. Qapqara. Xoş sözlərinizi oxuyuram uşaqlar. Mənim üçün də maraqlıdır sizin fikirlərinizi oxumaq. Təşəkkür edirəm hər birinizə. Tumtur birləşik yazılır dostlar. Hər birinizə uğurlar arzu edirəm dərslərinizdə. Çünki siz Azərbaycanın gələcəyisiniz. Bizim ümidimizsiniz gələcəyə dair. Siz gələcəyin həkimləri, vəkilləri, müəllimləri. Sonra ona görə savadlı olmalısınız. Yup-yumru. Birləşik yazılır dostlar. Açıq göy defislə. Və son olaraq tərtəmizdə birləşik yazılır. Siz mənim kimi yazmayın, qəşəng dəftərdə səliqəli yazın. Yaxşımı? Tapşırıq C-yə baxırıq. Nöqtələrin yerinə uyğun hal şəkilçilərini əlavə edib yazın. Həmin sözlərin isminin hansı halda işləndiyini qeyd edin. Yaxşı. Yalançının evi yandı. Heç kim ona inanmadı. Yəri çal. Yəqin ki, bilirsiniz yəri çalın şəkilçisini. Un, in, un, ün. Saitlə bitən söz olarsa, buradakı nın, nin, nun, nün yazılır. Çını çox eybəcər yazdım, sizə yazmayın. Ağıllı düşməndən qorxma, axmaq dostdan qorx. Düz deyir, çıxışlığı. Razıyam. Dəmir qapının da taxta qapıya işi düşər. Yönlü çal. Yönlü çalın şəkilçisi A, Ədir. Saitlə bitən sözlərdə ya, yə ola bilir. Yəqin çalıların şəkilçisini qəşəng bilirsiniz. Ümid edirəm. Evdə bişməyib, qonşudan gəlməyib. Hansı haldadır? Yerli çalda. Dadə. Şirin dil ilanı yuvasından çıxarar və təsirli haldadır dostlar.
Başqa nəsə istəyirdi. Şəkilçilərə həmin sözlərin isminin hansı halında işlədiyini qeyd edin. Heç nə. Şəkilçiləri qoyursunuz, cümlələri köçürürsünüz, qarşısının halını qeyd edirsiniz. Hə, sətrin axırına qədər. Kimsə də soruşur ki, müəllimə, sətirdə yerim qalmayıb, nə edeyim? Yeni sətirdən düş yaz. İkinci cümləni isə yeni, təzə sətirdən yaz. Davam edək. C tapşırığı. Fərqləndirilmiş sözlərə sual verin və nümunəyə uyğun olaraq cədvəli tamamlayın. Yaxşı. Mən sualını deyəcəm, aid olduğu anlayışı qeyd edəcəm, amma yazmayacağam. Çünki istəyirəm videonu dinləyəsiniz. Dünən kəndə yağış yağırdı. Nə vaxt? Dünən. Hərəkəti izah edir, zərfdir. Doğru söz acı olar. Sualı necə olacaq, dostlar? Necə? Yazacaqsınız ki, deməli, ismi izah edir, sifətdir. Baxın, söz isimdir. Yazacaqsınız, ismi izah edir, sifətdir. Əsgərlər qəhrəmancasına vuruşublar. Necə? Sualı necədir? Vuruşlar sözünə aid. Yazacaqsınız, hərəkəti izah edir, zərfdir. Qardaşım ingilis dilində yaxşı danışır. Danışmaq, baxın, hərəkəti izah edir. Yazacaqsınız, sualına necə? Qeyd edəcəksiniz ki, hərəkəti izah edir, zərfdir. Sonra, şənliyə az adam gəlmişdi. Nə qədər? Yazırıq. Qarşısından qeyd edirik ki, deməli, aid olduğu anlayışı yazacaqsınız ki, ismin miqdarını bildirir, saydır. Çox çalışır məqsədinə nail olasan, yenə də nə qədər yazırıq, nə qədər çalış məsələsidir. Amma qarşısından nəyi qeyd edirik? Yazacaqsınız ki, hərəkəti izah edir, zərfdir. Və yaxud yazacaqsınız ki, hərəkətin miqdarını bildirir, zərfdir. Davam edək. İşarə əvəzliklərini seçin son olaraq qeyd olunur. Onların hansı sözü əvəz etdiyini müəyyənləşdirin. Ana xırda yarpaqlı otu iradəyə göstərdi. Qızım bax, bu kəklik otudur. Bundan, çaya bundan əlavə edəndə ətirli olur. İradə diqqətlə həmin ota baxdı. Burnuna yaxınlaşdırıb ilədi və dedi, bəh-bəh, iylədi və dedi, bəh-bəh, bunun nə gözəl ətri var. İlkin ota nəzər salıb dedi, bu həm də dərman bitkisidir, xəstələrin tez sağalmasına kömək edir. Belə bitkilər çay kimi dəmləyib içmək olar. Deməli, hansı sözü əvəz etdiyini müəyyən edirik. Baxın, bax bu kəklik otudur dediyi zaman, burada bu, burada kəklik otunu işarə edir. Yəni, baxın, burada həmin, bu, belə, bundan dediyi zaman kəklik otu sözünü əvəz edirlər. Yəni, kəklik otu sözünü istifadə etmirlər, onun yerinə işarə əvəzliklərindən istifadə olunur. Belə dostlar, bir video dərsimizin daha sonuna gəldik. Ümid edirəm ki, sizin üçün faydalı bir dərs oldu. Siz də belə düşünürsünüzsə, videonu bəyənin və dostlarınızla paylaşın, şərh yazmağı unutmayın. Hər birinizə dərslərinizdə uğurlar arzu edirəm. Görüşmək ümidi ilə, sağlıqla qalın.